Dembele yenə Barsaya qarşı. Osman Dembele aydın məsələdir ki, Barselona azarkeşlərinin çox qıcıq olduğu oyunculardan biridir. Onun Barselonadan gedişi çox qalmaqallı olmuşdu və indi də Barselonanın yarasına bir dəfə də duz tökərək Dembele Barselona oyuncularından qızıl topu ala bilər. PSG Çempionlar Liqasını qazandı. Çempionlar Liqasında yanaşı ümumiyyətlə PSG bu il treble elədi. Üstəlik o biri tərəfdə Dembelenin qabağında 3 Barselonalı olacaq ki, hansı ki bir-birindən səsləri alacaqlar. Bir tərəfdən hər kəsə romantik futbol sevdirən Lamine Yamal var. Digər tərəfdən Rafinha, üçüncü tərəfdən isə Pedri var. Əlbəttə ki, biz Braziliyalı futbol əfsanələri olan Cafu, Romario, ümumiyyətlə istənilən Braziliyanın timsalında görə bilərik ki, onlar öz həmvətənlərini nə qədər müdafiə edirlər daima və bu patriotik hisslər əlbəttə ki, Rafinhanın lehinə səslə nəticələnəcək. Futbol dikləri və baş məşqçilər, hansılar ki, orta xəttin belə fanatlarıdırlar, onlar əlbəttə ki, Pedriyə səslərini verəcəklər və romantiklər də Yamala səslərini verəcəklər. Bu məqamda Abbas Səhətin bir təmsili yadımıza düşür. Əlbir olub bir ayı bir şir ilə, ovladılar dovşanın tədbiri ilə. Lakin axırda onu bölə bilmirlər və tülkü gəlib onu aparır. İndi sualım, bəxti yaxşı, bütün bunlardan sonra Dembele qızıl topu almasa, nə vaxt alacaq və ondan yaxşı kim var axı?